Hörmətli müəllimlər, hər birinizi salamlayıram. Bu gün mən sizinlə Montessori pedaqoji yanaşmasına aid suala baxacağam. Onu gəlin birlikdə müzakirə edək. Bir də çalışacağam ki, müəllimə bu tipli suallarda düzgün cavabı tapmağın yolunu daha aydın, daha sadə şəkildə sizə izah edim. Çünki bilirik ki, bu suallar təkcə cavab seçmək üçün deyil, həm də müəllimin uşağa yanaşmasını düzgün anlamaq üçündür. Yəni biz bu suallarda təkcə düzgün cavabı tapırıq. Bu öz yerində. Düzgün cavabı və səhv cavabları biz əslində anlamalıyıq. Burada onu anlaya-anlaya biz başa düşürük ki, müəllim uşağa yanaşması necə olmalıdır, düzgün yanaşması necə olmalıdır. Yəni bilavasitə biz bu suallardan müəllimin uşağa düzgün yanaşmasını da öyrənirik. Gəlin bu gün müzakirə edəcəyimiz suala baxaq. Sualda deyilir: 4 yaşlı uşaq həyat bacarıqları fəaliyyətində bir stəkandan digərinə suyu boşaldarkən diqqətsizlik edir. Su masanın üzərinə yerə tökülür. Yəni uşağa tapşırılır bir stəkandan digər stəkana suyu tökməlisən. Uşaq suyu tökərkən diqqətsizlik edir, su masanın üzərinə tökülür, yerə tökülür. Bizdən indi nə tələb olunur? Bizdən tələb olunur ki, bu vəziyyətdə müəllim ilk olaraq nə etməlidir? Müəllimələr, siz bu vəziyyətdə ilk olaraq nə etməlisiniz və edirsiniz? Siz bunu düşünün, mən isə keçim variantlarımıza. Əvvəlcə baxaq səhv variantlarımıza, onu izah edim, təhlil edək. Ondan sonra isə sonda düzgün variantımıza baxarıq. Birinci gəlir A variantı. A variantına baxaq. A variantı yanlış yanaşmadır. A variantında nə deyilir? A variantında deyilir ki, müəllim uşağın əlindən işi alır və ona daha sadə quru tapşırıq verir. Bu yanaşma düzgün yanaşma deyil. Çünki uşaq başladığı işi tamamlamır, bu proses yarımçıq qalır. Bu zaman uşaqda nə yaranır? Hansı hiss yaranır uşaqda? Mən bacarmıram hissi yaranır və özünə inam zəifləyir. Eyni zamanda uşaq öyrənir ki, çətinlik olanda işi mən yox, başqası edir. Bu isə müstəqillik azaldır. Yəni biz nə etməliyik? Biz imkan verməliyik ki, uşaq başladığı işi özü tamamlasın. Biz həmin o uşağa çətin gələn tapşırığı uşağın əlindən almalı deyilik. İmkan verməliyik, uşaq səhv edə-edə, diqqətsizlik edə-edə, onu masanın üzərinə yerə, həmin suyu tökə-tökə öz səhvini bilsin, həmin səhvini düzəltsin və işini özü tamamlasın. Ona görə də bu variant yanlış yanaşmadır, yanlış variantdır. Bu variantda nə olur? Biz tapşırığı uşağın əlindən alıb sadə tapşırıq verəndə uşağın müstəqilliyini azaltmış oluruq. İndi keçək C variantına. C variantı da yanlış yanaşmadır. C variantında müəllim uşağa daim xəbərdarlıq edir. Diqqətli ol, suyu yerə tökəcəksən, stəkandan stəkana tökə bilməyəcəksən, su masanın üzərinə dağılacaq, yerə dağılacaq, yer islanacaq, hər yer bulaşacaq. Yəni bu da düzgün yanaşma deyil. Çünki uşaq artıq öyrənməyə yox, səhv etmək qorxusuna fokuslanır. O suyu boşaltmaq əvəzinə müəllimin reaksiyasından çəkinir. Bu isə uşağın sərbəst fəaliyyətini və təbii öyrənməsini zəiflədir. Yəni burada uşaq səhv edə-edə öyrənir. Bir dəfə səhv edər, 2 dəfə səhv edər, üçüncüdə isə səhv deməyək, diqqətsiz ola bilər. Birinci diqqətsiz ola bilər, ikinci də ola bilər, üçüncüdə amma nə edəcək? Diqqətsizlik edə-edə sonda diqqətli olmağı öyrənəcək. Yəni biz uşağa hər dəqiqə xəbərdarlıq edək, diqqətli ol. Artıq uşaq diqqətli olacaqsa da, suyu masanın üzərinə dağıtmayacaqdırsa da, müəllimədən artıq qorxur, müəllimənin reaksiyasından qorxur, suyu birdən yerə dağıdaram, müəllimə mənim üstümə qışqırar və yaxud müəllimə tapşırığı məndən alar, digər uşaqlara verər. Artıq uşaq bunun qorxusuna fokuslanır. Ona görə də biz uşağa yenə də deyirəm, imkan verməliyik ki, özü öz işini görsün, səhv edə-edə öyrənsin. Bu da yanlış variantdır. Bu variantda da biz uşağın sərbəstliyini, təbii öyrənməsini zəiflədirik. İndi baxaq D variantına. D variantda yanlış yanaşmadır. D variantında nə deyilir? D variantda deyilir ki, müəllim uşağı kənarlaşdırır.
işi özü görür. Masanın üzəri su olur, yer su olur deyənə, o həmin işi müəllimə uşaqdan alır. Ver işi özüm görüm. Bu halda uşaqda məsuliyyət hissi, öyrənmə hissi azalır. O başa düşmür ki, etdiyi hərəkətin nəticəsini özü də düzəldə bilər. Əslində özü də suyu yerə tökübsə, əslində onu özü də təmizləyə bilər və fəaliyyətinə yenə davam eləyə bilər. Amma müəllimə neynir? Həmin işi uşağın əlindən alır, yəni özü edir. Burada belə bir nəticəyə gəlirik ki, uşaq öz hərəkətinin nəticəsini onun üçün başqası görür, özü görmür. Belə olduqda uşaq daha çox asılı olur, kimdənsə asılı olur, gələcəkdə öz problemlərini başqası həll etməyi gözləyir. Yəni fikirləşir ki, mən nə vaxtsa səhv etsəm, diqqətsiz olsam, kimsə mənim köməyimə çatacaq, gəlib mənim səhvimi düzəldəcək. Ona görə bu variant da düzgün variant deyil, düzgün yanaşma deyil. İndi baxaq bizim düzgün variantımıza. B variantı düzgün variantdır. B variantında müəllim uşağa süngər, dəsmal verir və tökülən suyu onun özünün təmizləməsinə şərait yaradır. Bu yanaşma Montessori pedaqoji sisteminə tam uyğundur. Çünki burada uşaq həm səhvini görür, həm də nəticəsini anlayır, həm də özü onu düzəldir. Uşaq baxır ki, burada biraz diqqətsizlik elədi, su masanın üzərinə dağıldı, masanın yerə töküldü. Diqqətsizliyin nəticəsi nə idi? Suyun masanın üzərinə tökülməyi. Onu neynəmək lazım idi? Düzəltmək lazım idi. Uşaq həm də özü düzəldir. Montessori yanaşmasına görə uşaq ən yaxşı öyrənməni təcrübə edərək qazanır. Yəni uşaq yalnız dinləyərək yox, görərək və edərək öyrənir. Bu halda müəllim uşağın yerinə işi görmür. Sadəcə şərait yaratmalıdır, yönləndirməlidir. Uşaq isə həmin bacarığını inkişaf etdirir, həm də məsuliyyət hissi qazanır. Yəni uşaq məsuliyyətli olmağı öyrənir. Bu suyu yerə tökübsə, masanın üzərinə tökübsə, məsuliyyət hissi daşımalıdır. Onu özü də təmizləməlidir. Ümumilikdə belə nəticəyə gəlirik ki, Montessori yanaşmasında əsas prinsip odur ki, uşaq fəaliyyətin içində olmalıdır, səhv etməlidir və həmin səhvi özü də düzəltməlidir, özü o vəziyyətdən çıxmalıdır. Müəllim isə uşağın yerinə bunu özü eləməli deyil. Uşağın öyrənməsinə şərait yaratmalıdır, onu yönləndirən bir bələdçi olmalıdır. Montessori sisteminin əsas ideyası da budur. Uşaq edərək öyrənir və öz səhvini özü düzəldir. Yekun olaraq düzgün variantımıza bir də baxaq. Düzgün variantımız B variantıdır. Müəllimə uşağa səhvə nəzarət üçün süngər və dəsmal təqdim edir. Su töküldükdə onu özünün təmizlənməsinə şərait yaradır, özünün təmizləməsini gözləyir. Bu bizim düzgün variantımızdır.